Yenə idman zallarında baş verən qəfil ölüm halları bir daha göstərdi ki, özbaşına və ya təcrübəsiz trenerlərlə məşqə başlamaq çox təhlükəlidir. Bu halların əsas səbəbləri özbaşına steroid və hormon preparatlar, nəzarətsiz idman qida əlavələri, ürək və genetik xəstəliklərin yoxlanmaması, diabet, piyələnmə və hipertoniyası olan şəxslərə analizsiz ağır məşq proqramı yazılmasıdır. Tibbi savadsız diyeta və məşq yanaşılmasıdır. Bugün bir çox insan gizli hipertoniya, insulin rezistentliyi, ritm pozğunluğu, ürək problemləri, piyələnmə və diabetlə yaşayır. Lakin bundan xəbərsizdir. Belə şəxslərə müayinəsiz ağır məşq proqramı vermək, diyeta yazmaq həyatı risk yarada bilir. Mən klinik fitness mütəxəssis olaraq həm insanların düzgün şəkildə idmana başlamasını, həm də trenerlərin daha peşəkar və təhlükəsiz işləməsini əsas məqsəd hesab edirəm. Keçdiyim sertifikatlı kurs və təlimlərdə trenerlərə riskli şəxslərin tanınması, steroid və idman qida əlavələrinin doğru şəkildə istifadəsi və təhlükəsi, analiz oxumaq əsasları, diabet və ürək xəstəliklərində təhlükəsiz məşq, kritik hallarda düzgün yönləndirmə mövzularını öyrədirəm. Diabet və ürək problemləri, ciddi piyələnmə və digər riskli vəziyyətlər olan şəxslər isə birbaşa ağır zal proqramı deyil, əvvəlcə reabilitasiya mərkəzində tibbi və klinik nəzarətlə formalaşmasına, daha sonra idman zalında davam etməsini tövsiyə edirəm. Peşəkar yanaşma həyat xilas edir.